planşdır. İndi gəlin burada bəzi silsilə dağlar, kəndlərin səyahətinə çıxaq. Burada mən bir izah edəcəm. Bu arxadakı Haçaqaya Yeddilər dağıdır və yaxud da Əli Çapan dağı. Onun yanından gələn, bax buradan gələn Qaraçay kanyonudur. Qaraçay kanyonu bu Rük kəndidir. Bu üstündə yuxarıda olan Buduq kəndidir. Sonra bu tərəfə keçdiyi Zeyid kəndidir. Rükü dedik və bu da Qarxun kəndidir. Buradan apaydın görünür. Bu da Adur kəndidir. Adur kəndi və buradan görünən kəndlər bu qədər. Bir də yuxarıda Qalaxudat kəndi düşüb. Çox buradan açıq aydın görünmür çünki məsafə çox uzaqdır. Burada isə bizim çadırımız var. 3 rəngli bayrağımız var. Elnur müəllim. Burada da görünən